Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil ferecem. Alihil ma'sumin el-atyabin el-encebin ellezine ezheballahu anhumur rizz ve tahharahum tathira. Bihim netebellaga min a'daihim neteberrav ilallahi teala. İmam-ı Zaman'ın salavat ile yad edin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil ferecem. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve kezalike cealna likulli nebiyyin aduven şeyatinel insi vel cinni yuhi ba'duhum ila ba'din zuhrufel kavli gurura وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُمْ مُقْتَرِفُونَ صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil ferecem. Buyurur ki və beləcə yəni sənin üçün düşmən düzəltdiyimiz kimi hər bir peyğəmbər üçün düşmən düzəltmişik, düşmənlər düzəltmişik, düşmənlər yaratmışıq. Ay peyğəmbər. Tək sənin üçün düşmənlər, Əbu Cəhillər filanlar yaratmamışıq. Hər bir peyğəmbər üçün yaratmışıq. Bu düşmənlər insanlardan da olub, cinlərdən də olub və düşmənlər şeytanlardılar. Bu şeytanlar həm insanlardan, həm də cinlərdən olan şeytanlardılar. Diqqətiniz olsa bu ayə hansı ayəni təfsir edir? Nas surəsi. Orada alimlərin ki, mübahisəsi yaranır. Minəl cinnəti və nas. Həm cindən olan, həm insandan olan söhbət o vəsvəsə olunandan gedir, ya vəsvəsə eləyəndən. Surə belədir ki, Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nas. Peyğəmbər de, sığınıram cəmaatın Allahına, Rəbbinə. Məlikin nas, cəmaatın kralına, padişahına. İlahin nas, cəmaatın məbuduna, ibadət etdiyinə. Min şərril vəsvasil xənnas. Hiləgər vəsvəsə eləyən varlığın şərrindən. O varlıq kimdir? Əlləzi. Varlıq o varlıqdır ki, yuvəsvisu fi sudurin nas. Vəsvəsə eləyir insanların sinələrində, qəlblərində. Minəl cinnəti və nas. Cinlərdən və insanlardandır. Kim? O şeytan ya o vəsvəsə olunanlar. Bu ayədən bilinir ki, söhbət bu vəsvəsə edənlərdən gedir. Vəsvəsə olunanlardan yox. Bu ayədə deyir ki, biz hər bir peyğəmbər üçün şeytan düşmənləri qərar vermişik. Və o şeytanlar bəzən insandır, bəzən cindilər. Bəzən iblisin qoşunudur, amma cinlərdən olan qoşunu, bizim ruhumuza, cismimizə müsəllət olmuş şeytanlar, iblisin qoşunular. Bəzən insan cildində olan şeytanlardır. Gəl gedək əllərli vuraq, bu şeytandır. Aç başıvı, meymuna oxşuyursan, bu şeytandır. Nə işin var haqqı deyirsən, bu şeytandır. Nə halal, nə haram, gəl məndən sataq bu haram şeylərdən pul qazanaq, övladların gələcəkdə nə edəcək? Bu şeytandır.
Amma adam kimi. Adamdır, amma şeytan kimi. Şeytan, iblis insanlara, müşriklərə, ərəblərə aman vermirdi Peyğəmbərə qulaq assınlar. Bu şeytanın işidir. Yaxşı, Peyğəmbər sallallahu aleyhi və aleyhin əmisi Əbu Ləhəb neynirdi? O da qoymurdu. Dəb deyirdi, bağışlayın, mənim qardaşım oğlu dəli olub, ay cavanlar. Qulaq asmayın ona. Şeytandır da. O şeytanlar insanlardan da ola bilər, cinlərdən də ola bilər. Biz ehtiyatlı olmalıyıq. Necə ehtiyatlı olmalıyıq? İki istiqamətdə ehtiyatlı olmalıyıq. Əslində bu iki istiqamətin ikisi də eyni istiqamətə qayıdır. İki istiqamətdə ehtiyatlı olmalıyıq. Bir, ehtiyatlı olmalıyıq ki, bu insan cildində olan şeytanlar bizi azdırmasınlar. Ehtiyatlı olmalıyıq. Şeytan adama çımxırmaz ki, gəl günah elə. Şeytan deyir, ay Allah, mən səni çox istəyirəm. Sən yazıqsan da, sənin cinsi tələbatın var. Allah qoymur da sən yaşayasan. Bir zinə elə, bir çıx bulvara qıza bax, bir gir sayta bir zibilə. Yazıqsan da, sən ehtiyacın var da. Sabah Allah'a deyirsən ki, ay Allah, neyniyim? Elə bilərsən ki, öz vicdanın deyil. Elə deyir, yumuşaq. Şeytanın işi zinətləndirməkdir, bəzək düzək verməkdir. Qeybət pisdir. Ölü əti yeməkdir, leş yemək. Özdə adam leşi. Şeytan deyər ki, elə ürəyin soysun. Sənə sərinlik kimi görünər qeybət. Böhtan pisdir. Bir nəfərin evi yıxmaqdır, mərdimazarçılıqdır. Sənə şeytan elə bəziyər, düziyər, içində bir dənə səs deyər ki, de, yeri var, söymürsən, söyüşə gəlir, deməlisən, deməyin məsləhətdir. O filan yerdə filan söz demişdi, ona bu da azdır, hamı deyirsən, deyirsən, dediyin. Şeytan işi budur. İndi bəzi insanlar oğul toy eləmək istəyir. Ata hücum çəkir üstünə, ayıbdır. 100 nəfərin toyunda içmişəm. Mən biabır eləyəcəksin sən. Ana deyir ki, ay bala, toyun ləzzəti araqdadır. Araq olmasa nə ləzzəti? Görürsən, bunları bir təhər yola salır, gedir, restoran tutur, restoran müdür deyir ki, arağı özünüz verəcəksiniz, biz verəcəyik. Yenə də kişinin yadına düşür. Ay, uşaq mən necə qoyun belə, hamı adətdir də, bu araq içmək adətdir. Görürsən, bir nəfər dostu gəlir, zəng gelir Moskvadan, bu 10.000 atacaq. 10.000 pul atacaq, lan bunu heç ki verməyin. Görürsən, bunlar hamısı insan cildində olan şeytanlar, şeytan cildində olan insanlardırlar. Şeytan xasiyyətində olan insanlardırlar. Xətirlərinə dəyməsin bir çoxlarının. Adam gerək bir günah eləyəndə kişi kimi eləsin də. Eləyirsiniz, boynunuzu alın ki, biz beləyik də. Yəni, kimsə xətrinə dəyir ki, mən içki içənəm, mənə deyir. Yox ki, mən sənə demirəm, həqiqəti dəyişir. Mən bunu demədim. Nə oldu? İçki halal oldu. Səndəki şeytani xislət də olmurdu. Sən adam olursan, məsum olursan, Peyğəmbər deməklə deyil ki. Kör gördü də. İndi bu içkidir, bunun mərdimazarçılığı var. Bunun adam ayağının altını qazmağı var. Mənim bir nəfərlə bir konfliktim düşmüşdü. Mən onda, estağfurullah, mənim heç nifrətim, düşmənçiliyim yoxdur. Allah şahiddir, əlimdə də Allahın kitabı var. Yəqin ki, qiyamət günü biz gələr yora və bu şahidliklə nəsə olar da, yəni mən əgər bu sözdə yalan deyirəmsə, cəzasını mən çəkəcəm də, siz nə itirirsiniz ki?
Allah'ın müqəddəs kitabı verəndə. Mənim heç kəsə nifrətim, kirim yoxdur mömin müsəlman qardaşlarım, heç kəsə. Amma gülməyim var. Gülməyim gəlir. Bir nəfər arada konflikt olmuşdu. Mənə nifrət edənləri o konfliktdən sonra tanıdım. Gördüm 50-60 nəfərin məsələn Facebook səhifəsində həmin o mənə arası dəyənin şəkili var, qol boyun. Mənə yanıq verirlər. Tərifli sözlər yazırlar. Bir de canım qardaşım, bir de Ayətullah Uzma, bir de ölürəm bunun üçün, bir de İmam Zamanın bu nəsə. Baxıram ki, xalabacı oynuyorsunuz. Əl-qərəz. Yaxşı, peyğəmbərlər üçün Allah niyə düşmən düzəldir? Niyə düşmən düzəldir? Düşmən düzəldir, sonra deyir ki, onlarla dava elə, mübarizə apar, cihad-ı əkbər. Sən elədin də bu cihad-ı əkbəri. Bəli, mən elədim. Mən eləmişəm. Mən səni yetişdirməliyəm də. Kal qalmayacaqsan ki. Mən sənin üçün iblis yaratmasam, sənin o mübarizə nəticəsində kamilliyin necə əldə olunacaq? Mən sənin üçün cin, insan cildində şeytanlar yaratmasam, imkan verməsəm onların hərəkətlərinə, sən necə kamilləşərsən? Bəlkə boşa düşməyən insan necə kamilləşər? Ayə var Qurandakı. Hacılar ehram geymişlər. Birdən siz Kəbəni təvaf eləyəndə ceyrandan, cüyürdən, meşədən çıxar gələr, dağdan düşər gələr Ərəbistanda da. İndi dağda ceyran cüyür olar da. Dağ keçisi məsələn. Ovlamayın ha. Haramdır. Ehram halında quru heyvanlarını ovlamaq haramdır. İndi adam deyər ki, bu qədər adam gəlib Kəbəni təvaf edir, heyvan hardan gələr? Həm Quran yazır, həm tarixə baxır, deyir. Həcilər ki, başlayırlar, ehram geyirlər, dağın bütün ceyranlar cüyürlər, gəlib dolanır Kəbənin ətrafında. Ərəfatda zətdə. Ərəfat olunca dağda elədir, elə. O həndəvərdir. Hamısı gəlirdi ora. İlahi, niyə bizə yanıq verirsən axı? Deyir, bəli, yanıq verirəm. Mən sənə demişəm ov ovlama. İndi ov olsun dağda sən burada. İndi mən sənə ha deyim ov ovlama, ov var ovlayasan. Mən gərək yox, sən istedadı üzə çıxardan. Gərək ov gəlib girsin sən gözvə. Üzr istəm ifadəmə gələn adamın o gözbə girsin, yəni ki, adam ki, nəfsi istəyir, gəlsin o nəfsi meydanına, sən ovlamayasan, deyim, əla, 5 aldın. Yoxsa ov qalıb dağda, sən də burada ehramda, uzanmışsan Ərəfatda. Hə, bu nə imtihan oldu? Bir yandan cavana deyir ki, قُلِّلْ مُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ Baxışlarınızın görmə sahəsini daraldın. Belə baxmayın, belə baxın. Yəni, dalını söndür, bilişdiylə get. O mənası budur, ha? Bəzilər deyir, neyniyim, gözümü yumum? Yox, dalını söndür. Qızlara deyir ki, və qul lil mu'minati yaghdudna min absarihinna. Onlar da dalını söndürsünlər. Adətən kişilər üçün olub bu. Körgöz bərabərdir kişi. Xeyr. Körgöz elə bərabərdir qadın da. Sağ ol. Bunu kim deyir? Bunu Fatimətüz Zəhra salamullah əleyha deyir. Hansı əhvalatda? Kör girdi evə. Dedi, o kördü, mən kör deyiləm. Yəni qadın, sənin də gözün var ha. Sən altdan istədiyini eləyə bilməzsən ha. Qadın da lazım olanda şörgöz olur. Sən də baxış bucağı azaltmalısan. Ondan sonra oğlan çıxır küçüyə, qız çıxır küçüyə görür, doludur. Oğullar gəlib dağdan tökülür küçüyə. Ay Allah, mühit pisdir, əlbəttə pisdir.
Sən nə istəyirdin? Heç bir qız olmasın, mən sənə baxma. Sən deyirsən ki, mən qəhrəmanam, baxmadım. Nəyə? Var idi, baxmadın. Gerək gözvə girsin, baxmayırsan, onda olur qəhrəmanlıq. Çətindir. Çətindir. Elə ona görə əbədi keyf verirdi Allah adama. Deyib, yaxşı imtihandan çıxıb bax. Çətin imtihandan çıxıb. Bu dözüb. O bir alim deyirdi mucizəsində deyir, da mümin Allah niyə cəhənnəm alsın da bu dünya cəhənnəmi çəkdi də bu yazır. Yandırdı da öz nəfsi. İndi fərqi budur ki, bu dünyada deyir 70-80 il vermişəm yavaş-yavaş. Yıxıla dura böyü. Orada belə eləməyəcəm. Orada səni salacam qazana, böyüdəcəm, bıraxacam. Dözə biləcəksən. Orada salacam cəhənnəmə. Bütün xasiyyətlərin töküləcək, bişəcəksən, çıxacaqsan. Xaşlama eləyəcəm səndən ki, o sümük qazını artıq geçsin. İstəmirsən bu dünyada yavaş-yavaş, Rəcəb ayı gəlir, Şəban ayı gəlir, Ramazan ayı gəlir, yavaş-yavaş bəhətləri tök. Allah deyir ki, mən eləyirəm, mən icazə verirəm şeytan sizə vəsvəsə eləsin, yoxsa vəsvəsə eləməsə. Səni o tərəfdən dartmasalar, sən necə bilə bilərsən ki, sən doğrudan Allaha tərəf gələnsən, yox. Rəhmətli alimlərdən biri deyirdi, indi Allah deyirdi ki, ay cəmaat, ay bəndələrim, qorxmayın, siz cəhənnəmə atmayacam. Kimin mənə hörməti var, o namaz qılsın. Necə nə fərqi olardı? Onda bilin nədir qəhrəman kimdir. Yuhi ba'duhum ila ba'din. O insanlardan və cinlərdən olan şeytanların bəzilərinə vəhy edir. Zuhrufəl qavli qurura. Zinətlənmiş sözləri vəhy edirlər aldatmaq üçün. Necə ki, insanlar toplaşır, plan cızır bir nəfəri bədbəxt eləməyə. Elə insanlar, elə toplaşıb, elə planlar cızırlar. Adam gəlib 5 nəfər dostdaşların içində deyir ki, ay, yox. Yox. Da elə də olmaz. Film çəkirlər, elə şey olmaz. Eləyirlər. Çəkirlər o filmi. Şeytanlar da elədir. Eşitmişsiniz də, Peyğəmbərimiz salavatullah gələndə şeytan, iblis yığdı şeytanların başına. Neyiniyək? Kişi gəldi, qatdı alən bir-birinə. Bütün imkanlarımız getdi əlindən. Bir şeytan dedi ki, çox təklifdən sonra, mən tövbəni sabah-sabaha salacam. İşitmişsiniz də o hədisi. Yığışıb izləs eləyirlər. Dünyada yığışıb izləs eləyirlər. Necə şiənin kökünü kəsək? Eləyirlər. Necə müsəlmanların kökünü kəsək? Eləyirlər. Özü də zuhrufəl qavl. Bayaq dedim, adi sözlər demirlər. Demir gəlin İslamın kökünü kəsək. Deyir, gəlin fundamentalizmin kökünü kəsək. Zuhrufəl qavl. Demir ki, məsələn, bu ölkə öz torpaqlarını müdafiə eləmək istəyir. Gəl bunu qoymayaq, alaq torpağın əlindən. Deyir, bu ölkə müharibə, alov danışır. Gəl bunu qoymayaq, sülh yaradaq. Gəl ekstremizmin kökünü kəsək. Elədir. Zuhrufəl qavl. Bir-birlərinə məsləhətləşirlər. Bir-birlərinin keçmiş təcrübələrindən faydalanırlar. Biz, məsələn, filan yerdə bunu eləmişdik, nəticə bu oldu. Gəl, burada da bunu eləyək. Bu, Səudiyyə Yəmənə hücum eləyəndə Səud şahzadələrindən birinin bir müsahibəsini oxudum. Deyirdi ki, bizim böyüklərimiz düz eləmirlər və aldanırlar.
Sual verirlər, niyə? Deyir, baxın, əvvəlcə bu, indi ki bizi təhrik edib Yəmənin üstünə saldılar. Yadınıza gəlirsə, əvvəl Səddamı təhrik edildilər, Kuveytin üstünə saldılar. Səddam hücum elədi Kuveytə. Pis günə qaldı, sonra özləri girdilər İraqa. İndi bizi də o günə qoyacaqlar. Bizi hücum elətdirirlər Yəmənə, pis günə qalacaq. Bütün müsəlmanlar deyəcəklər, bunlar alçaq adamdılar. Müsəlmanların gözündən düşəndən sonra o gələcək, girəcək Səudiyyəyə, hamdı deyəcək, sağ olacaq bilədin girdi. Otururlar, plan çizirlər. İşləyirlər. Bizi kimi yatmayıblar. Əleyhisselam buyurur, elə bilməsən yatmışsansa, qarşındakı da yatıb. Gecən xeyrə biz getdik yaxı, o, onun gecəsi xeyridir, səhərə qədər fikirləşir. وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ Amma bilin ha, Allah Teala aciz deyil. Belə deyil ki, Allah və şeytan iki qoşun üzrədən. Xeyr, biz ateşpərəst deyilik. Xeyr, şər Allah olsun. Yox, Allah bu dünyada iblisə icazə verib, bəndələrin istedadı üzə çıxsın deyə iblis at oynada bilsin. Mənası bu deyil ki, iblisdən bacarmır, estağfurullah. İblisin özünü kim yaradır? Allah Cəllə Cəlaluhu yaradır. İstəsə qoymaz bu işi görsünlər. Peyğəmbər, Allah sənə Rəbbin istəsə qoymaz bunlar plancısınlar, ha? Narahat olma. Fədərhum və ma yəftərun. Bunlar ki, bu iftiralar atırlar sənə. Bunlar ki, hilələr işlədirlər. Onların hilələrini də boşla, özlərini də boşla. Boşla yəni nə? Boşla yəni nə? Nə yaxşı söz deyir Allah Teala? Acıq eləməyə icazə verir deyəsən. Deyər, boşla. Əl çək onlardan. Belə çıxır da acıq eləmək deyir, yox. Bir Peyğəmbər əl çəkdi ümmətindən, hələ də deyirəm Allah Teala buyurur. La təkun kə sahibil hud. Yunus əleyhissalam kimi olma Peyğəmbərə deyir. Yox, boşlama. Boşla yəni nə? Yəni, dərd çəkmə. Qəbul eləmir, salamatdır, qəbul eləməz. Amma bir gözün də onlarda olsun ki, sözvü elə deyil. Bəlkə biri çıxdı onların içindən. Elə sözvü deyil. O ayə ki var Firon haqqında Allah Teala buyurur, Taha surəsində doğrudan qəribə ayədir ha. Yəni, siz baxmayın bu bir çox Quranı müasir dildə izah eləyənlər çıxıblar meydana. Elə Quranın elə Azərbaycan dilində necə başa düşülür, onu götürür. Quran deyir, belədir. Quran deyir, belədir, nədir? Quran deyir, əfələ yətədəbbərun. Dərindən düşünməlisiniz Quran barəsində. Mən buna çox mənə sıxışdırmışam. Allah Teala Musa əleyhissalama, Harun əleyhissalama görün nə deyir? Nesi dəfə demişəm, amma hələ çatmayıb yerinə. Hamı həmişə deməlidir və bu bizim şüarımız olmalıdır, bizim mayakımız olmalıdır din təbliğatında. Get Fironla yumuşaq danış, bəlkə ağıllandır. Firon ayı. 70 bin uşaq qırıb, Musa dünyaya gəlməsin. Hələ Allahlıq iddiasını filanın qoyram qırağa. Əli qanlıdır. Get onunla yumuşaq danış, bəlkə yola gəldi. Ki versən. Firondan hidayət gözləyən Allah Peyğəmbərə deməz ki, boşla. Boşla yəni dərd çəkmə. Peyğəmbər çox dərd çəkir. Həmin Taha surəsinin əvvəlində 1 və 2-ci ayəyə baxın. Bismillahirrahmanirrahim. Taha ma ənzəlnə aləkəl Qur'anəl təşqa. Ey Peyğəmbər, niyə özünü öldürürsən? Bu Quranı sənə göndərməmişik ki, sən məşəqqət çəkəsən. Hidayət olmur, olmasın. Sözünü də keç. Gördün bir nəfər istedadlı mömindir. Ondan bunu gözləməzdin, bu elədi, ona ürəyin yansın, dərd çək, onu çək. Amma görsən bir nəfər Əbu Cəhəldir, Əbu Ləhəbdir. Elə nə deyirsən, deyir, mən paxıllığımı çəkir. Nəyin dərdini çəkirsən? Bu hədisdə indi sənədi tam mötəbər olunmadığı dəqiq deyil alimlər tərəfindən, amma
Mərhum Əbülfəzl Təbərsi Məcmuəl Bəyanda bunu hədisi qeyd edir ki, deyir, gəlib Peyğəmbər sallallahu aleyhi və aleyhi dedilər ki, bizə möcüzə göstər. Müşriklər dedilər. Qəribə cürə möcüzələr istəyirdilər. Özdə ki, ələ sardılar Peyğəmbər estağfurullah. Deyirlər, o dağı görürsən Məkkənin yaxınında. Sən bunu gör. Deyirdilər, o dağı itələ o tərəfə. Qoy bizim üçün tarla yaransın. O tarlanı əkək, biçək, məhsulu yığaq, sonra dağı gətir qoy öz yerinə, biz onun materialından evzə tikəcək özümüz. Belə şey deyil. Nəsə, bunlar bir möcüzə istədilər. Peyğəmbər salavatullah həmin hədisə əsasən Allahdan istədi ki, bu möcüzəni yerinə yetirsin. Allah Teala buyurdu ki, ya Peyğəmbər, əgər mən sənə deyirəm bu möcüzəni göstər və sən də möcüzə göstərirsən, yəni təşəbbüs məndəndir, mən Allahdandır. Əgər onlar iman gətirməsələr bu möcüzədən sonra, iki halət var, ya bunlara bəla göndərərəm, ya da bəla göndərmərəm, elə o dünyada haqq hesab çəkərəm, ya da hidayət olunurlar da o heç o məlumdur. Amma əgər bunlar möcüzə təşəbbüsünü irəli sürsələr, mənə desələr ki, möcüzə göstər, iman gətirək. Mən möcüzə versəm sənə, iman gətirməsələr, yerində, anında nəfəslərim kesəcəm. Razısan buna? Peyğəmbər dedi, yox, razı. Mən dözərəm bu ittihamlara. Eləyə bilmədi, göstərmə. Amma qırılmasın bunlar. Peyğəmbər belə rəhmət Peyğəmbəri. Bunlar qırılmasınlar, məhv olmasınlar. Bəlkə gələcəkdə nəsil nəcabətlərindən kimsə, doğrudan da o Cəməldə şəhid olanlar, Siffində şəhid olanlar, Nəhravanda şəhid olanlar, Kərbalada şəhid olanlar kimlərin balaları idi? Müşriklərin balaları idi da. Bu səhabələr hamısı məsum deyildilər ki, hamısı əhl-i beytdən deyildilər ki. Ata-babaları müşrik idi də, çoxunu, ən azından çoxunu. İndi bir dəfələ qıreydilər onların hamısını. Nə olardı? Ümumiyyətlə, Quranda bir dəfə inşallah bunu bəhs eləyərik ki, Quran-ı Kərim kafiri öldürməyə icazə verir ya vermir. Quran icazə vermir kafiri öldürməyə. Quran icazə vermir kafir küfrünə görə öldürülsün. Belə bir icazə yoxdur Quranda. Müqaviləni pozan kafirlər öldürməyə icazə verir. Üzvü çevirirsən, daldan səni baltalayır, ona ilə döyüşməyə icazə verir. Erməni kimi kafirlə döyüşməyə icazə verir. Yoxsa bir kafirdir, bütpərəst, ateistdir. Mən niyə öldürməliyəm onu, niyə incitməliyəm onu? Ləkum dinikum vəliyyədin, təbliğatımı aparıram, ondan sonra başa düşmür cəhənnəmə düşür. Niyə dava eləməliyəm ondan? Salavat Muhammed Ali. Allahümme salli ala Muhammed ve ali Muhammed ve akil ferece. Ve litesga ileyhi efidetüllezine la yu'minune bil ahireti ve liyerdavhu ve liyekterifu ma hum muhterifun. Deyir, insandan və cinlərdən olan şeytanların arasında keçən söz-söhbəti biz sınamaq niyyəti ilə icazəli etdik. Biz icazə verdik insanlarda olan şeytanlar, cinlərdə olan şeytanlar, fikir mübadiləsi yürütsünlər, planlar cızsınlar. Bunları niyə elədik? Diqqət edin, bir dənə mühüm məsələyə toxunacaq burada. Ya Allah, mənə o müvəffəqiyyəti versin ki, Quranın psixoloji ayələri barəsində bir şey yazım çıxardım ortalığa. Ya bir istedadlı qardaş bunu işləsin. Quran düz hədəfdən vurur. Vurur bu şeytanlar, insanlarda olan şeytanların, cinlərdə olan şeytanların bu hərəkətlərinə bilirsiniz niyə icazə verirəm mən? Həm də ona görə icazə verirəm. Yəni, bir neçə səbəb var, həm də ona görə icazə verirəm ki,
Ahiret gününe imanı olmayanların qəlbi meyillənsin bu insanlarda olan şeytanların sözlərinə, cinlərdə olan şeytanların sözlərinə. O sözləri bəyənsinlər, istədikləri günahı həyata keçirsinlər. Buna görə icazə verirəm. Sınavdır. Sınayıram. Qulil haqq. Mən şa'a fəl-yu'min, mən şa'a fəl-yəkfur. Sən haqqı de, sən Allahdan yapış. Kim istəyir iman gəlsin, kim istəyir kafir olsun. Yaxşı, burada bir sual çıxır ortalığa. Zümer surəsi. İşimizdə Zümer surəsi. Zümer surəsi var Quranda. Yuxusu gələndə bir salavaz işləyəsin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve akil ferecah. Maşallah hiç kim yuxusu gəlmir. Zümer 17-18. Fəbəşşir ibadillezine yestemi'unel qavle feyettebi'une ahseneh. Müjdə ver o bəndələrimə ki, bütün sözləri dinləyirlər və ən gözəlini seçirlər. Ulaikellezine hedahumullah və ulaikehumul albab. Bunlardır Allahın hidayət etdikləri və bunlardırlar ağıllılar. Yaxşı. Əgər hər sözə qulaq asıb ən yaxşısını seçən ağıllıdırsa, əgər hər sözü dinləyib ən gözəlini seçən hidayət əhlidirsə, niyə Allah Teala bu ayədə Ənam surəsində danlayır ki, yox qoy bunlar danışsınlar, o iman olmayanlar da meyillənsinlər bunlara. Seçib, ağlına bu batırdı. Özünü azad qoymusan da, demirsən ki, qulaq asın bütün sözlərə. Mən də qulaq astım, buna meyillən. Orada azad qoyur axı, bütün sözlərə qulaq asın. Burada isə danlayır ki, görürsən gedib qulaq asırlar o insanlarda olan şeytanlara, cinlərdə olan şeytanlara, sonra azırlar. Dedin qulaq as da. Demək istəyir ki, ay insanlar, hər adam hər sözə qulaq asmamalı. Akademik başa düşdüyü sözü universitet tələbəsinə desə, o tələbə yaxşı başa düşməz, çaşar. Universitet tələbəsi başa düşdüyünü birinci sinif şagirdinə desə, o da yaxşı başa düşməz, çaşar. İllər uzunu namaz qılıb, məscidlərdə püxtələşmiş, bişmiş, yetişmiş bir mömin, riyakar insanların imanlı cildinə girib oyun çıxartdıqlarını özü götürə bilir. Amma onu təzə namaza gələnə deməsin. Çaşar. Arif o adamdır ki, irfandan başa düşdüklərini hər tələbəyə deməsin. Və tələbə də başlamasın ki, nə tərə bu yazılıbsa, bizim üçün yazılıb da. Quran bizə gəlib, hədis bizə gəlib, xeyr. Mənim kimi, sənin kimlərə gəlməyib, əzizim, gəlməyib. Peyğəmbər sallallahu buyurdu ki, biz insanlarla onların ağlı səviyyəsində danışırıq. Peyğəmbər sallallahu bir hədisdə var, o vurur, ömrüm boyu başa düşdüyüm səviyyədə sizinlə söhbət eləmədim. Peyğəmbər deyir bunu. Risalə oxuyursunuz da. İndi kim kimə təqlid edir eləsin. Xameneyə təqlid edən geçsin Xameneyin risaləsinə baxsın. Sistaniyə təqlid edən Sistaninin risaləsinə baxsın. Məkarimə təqlid edən Məkarimin risaləsinə baxsın. Orada bir fətva var. Nədir fətva?
azdırıcı kitabları almaq, satmaq, oxumaq, evdə saxlamaq haramdır. İndi sual olunur, hamıya haramdır. İndi şəhid mütəhhəri durub, azdırıcı bir kitabı oxuyur ki, ona cavab versin, haramdır ona. Gedir bazardan pulla alır onu, haramdır ona. Ona vacibdir. Ona ya müstəhəbdir, ya vacibdir. Niyə? Çünki o azdırıcı kitabın azdırıcılığını üzə çıxartmaq istəyir. Amma bir nəfərdən soruşsam, Üsuleddin neçədir? Deyir 15. O gözləmə gedib gəlir, deyir ki, o gün bir nəfər gəlmişdi, mənim üçün Bibliyadan danış. Nə gözəl sözlər var Bibliyada. Deyirəm, nə gözəl. Yaradılışdan danışır. Dedim, Quran yaradılışdan danışma. Mən sənə cavantam. Mən burada deyirəm bəzi sözləri, sonra bəzi qardaşlar qulaq asırlar, deyirlər, niyə bizi biya bilirsən? Deyirəm, adınız çəkmirəm ki. Mən cavan tanıyıram ki, əhd-i ətiq, əhd-i cədid telefonunda var. Tövrat və İncil. Deyirəm, Quranın tərcüməsi var səndə. Deyir, Quran tərcüməsi var. Buna olmaz axı. Buna olmaz. Bəzi kitablar tərcümə olunur. Məqamatul arifin, ariflərin məqamı. Ay qardaş, bu adama hələ qeybətin haramlığını başa salmaq olmayıb. Nə ariflərin məqamı? Nə xəbərdir? Bu bənzəyir bəzi şeir yaza bilənlərin durub, məsələn, Füzuli ki, məsələn, nəsə yazmasına ki, Füzuli elmi hövzələri oxuduqdan sonra gəldi o şeylər yaz. Sən nə oxumusan? Nə oxumusan sən? Quran deyir, hər kəs hər sözü oxumasın. Öyle bir müfəssir var, filosof var, Ayətullah Cavadi Amili adını eşitmişsiniz. Deyir ki, bizim ustadımız var idi, mərhum mühəqqiq damad. Allah rəhmət eləsin, böyük alim olub, seyyid olub, yaxşı da alim olub. Diqqət edin bu sözə, insanın özünü tanıması çox mühümdür. İnsan özü, biz ruhanilərin, biz möminlərin, biz dindarların, biz Azərbaycanlıların ən böyük problemlərindən biri budur. İqtisadi gücümüzü tanımadan bazara giririk. Elmi gücümüzün səviyyəsini bilmədən kitaba girişirik. Nə bilim, dünyanın proseslərindən başımız çıxmadan siyasətə qarışırıq. Məscid idarə edə bilmədən məscidə girişirik. Danışa bilmədən minbərə çıxırıq. Hədisin mənbəni bilmədən dayanıb, bu hədis 100% var. And içərəm. Niyə and içirsən cəhənnəmə getmək üçün? Deyir, həmin mühəqqiq damad rəhmətli deyərdi ki, bizimlə bir dövrədə oxuyan bir alim var idi, bizlə bir səviyyədə oxuyurdu. Deyir, bu alim böyük alim idi, çox savadlı idi. Hamı ona Ayətullah deyirdi. Deyirdi ki, bunlar yalan deyildir. Bilmirlər, yalan deyildir. Mən müctəhid deyiləm. Deyir, biz fikirləşirdik, təvazıkarlıq edir, məsələn, müştəhid. Deyirdi, yox, mən sübut edirəm, müştəhid deyil. Özümün müctəhid səviyyəsində olmadığımı sübut edirəm. Deyirdilər, necə? Dedim, mən gedib oxuyuram bir İslam aliminin, fəqihin əsərlərini görürəm, sübut gətirir, dəlil gətirir. Bu dəlillər əsasdan haqq budur. Görürəm, ağlıma batırmış, haqq budur. Sonra görürəm, başqa bir alim bunun iradlarını, bunun dəlillərinə irad edib, batil eləyib, öz dəlillərini qoyub. Mən bunu atıram, deyirəm, yox, bu düz deyir. Sonra görürəm, başqa bir alim, müasir alim, bu alimin də sözlərini batil eləyib, öz dəlilini qoyub, mən bunu atıram, deyirəm, bu təzəsi düz deyir. Mən müştəhid deyiləm, deyir. Müstəhil bütün nəzəriləri yığıb orta məxrəcə gəlməlidir. Mən bacarmıram, mən sadəlövəm. Axıra qədər deyir, icad eləmədi. Nə risalə verdi, nə bildi, mən müştəhid deyil. Peyğəmbərdən hədis var, bir nəfərin yalançılığı üçün bu kifayətdir ki, nə eşidir, danışır. Nə eşidir, danışır. Görmürsünüz bir dənə hadisə olur, məsələn, bir maşın başqa bir maşını vurur. Allah azalır, yolun qırağında vurdu. 5 nəfər də onu görüb. Birini çağırırsan, deyirsən ki, necə oldu? Deyir ki, o biri dayanmışdı, o gəldi, vurdu böyürdən sol tərəfdən.
Adam da bir şey görüb də, sən nə başqasını eşidib. Başqasını çağırırsan, deyir, yox, bu vurdu onu. Üçüncüsünü çağırırsan, deyir, yox, o bir maşın dəydi bunu, bir gəldi dəydi. Bir dənə hadis, hədi də sənə quzu kəsim. Kim görüb onu? 12 bin sahabə ən azından gördü Peyğəmbər necə dəstəmiz alır. Peyğəmbər sallallahu aleyhi və aleyhi köçdü o dünyaya. Hələ bir dəstəmiz alır. Qardaş, görmürdünüz necə dəstəmiz alır. Başladı mübahisə. Peyğəmbər səzdəni eləyəndə alnını hara qoyub. Allahu Ekber. Görsən, indi məsələn, mən çıxım burada 3-4 dənə irfani söz deyim. Geçsin internet səhifələrini sabah deyirlər ki, çox nəhəngi alimdir. Deyiblər, mənim özümə deyiblər. Bir nəfər dedi ki, üzümə, mən inanıram ki, sən gələcəyin müştehdisin. Baxdım buna, dedim ki, yox, mənim daha 38 yaşım var da, mən oxumuram. Yox, bilirəm. Allah. İndi bir nəfər heç savadı olmasın, götürsün bir dənə, var deyil adamlar, heç nə bilmir, götürür bir dənə, məsələn, hədisi, söz ustalığı var, danışır. 50 dəqiqə danışır, 2 saat danışsın. Bax, molla var, 2 saat danışanda acığı gəlir öz-özündən ki, mən cəmaatı yordum. Molla da var, 2 saat danışanda gördün, 2 saat danışır. Böyük alimdir ya bu. İndi mən hər şeyi açıb deyə bilmirəm, mən şahid olmuşam. Özünün münafiq olduğunu etiraf edən bir mollanın muizəsindən bir nəfər çıxıb, molla özü mənə deyir ki, Allaha and olsun bilirəm, münafiqəm. Əməlini də görmüşəm, ha, münafiqdir. Utanmır, deyir, mən münafiqəm, bilin. Onun məclisindən bir nəfər ağlaya-ağlaya çıxıb, deyib, mən bu kişinin məclisində hal tapıram. Quran var əlimdə. Niyə yalan danışmalıyam ki? Nəsə, mən şor keçdirmirəm ki burada. Sadəlöv. Sadəlövlük də 2 cürdür axı. Bilməm, mən sadəyəm. Biri gəldi, gəl bu tərəfə. Deyirəm, Allah canı sağ olsun, getmirəm ancaq. Biri də gəl, getmir. Bir də var, mən sadəyəm, o da artıq gedirəm. Sonra da artıq gedirəm, o birim. İndi siz özünüzə sual verin. Bu, İslamda, xristianlıqda, yahudilikdə, bütpərəstlikdə, ateizmdə, hansı dində və ya dinsizlikdə var ki, körpənin başını bismillah ilə xırt kəs at yerə, futbol oyunu onunla. Harada var? Heç birində yoxdur. İşiddə var. Sual verirəm sizə, bu gənclər, bu sütül uşaqlar, qocaları bildiyi ola qatlaşıblar. Bu sütül uşaqlar niyə qoşdurublar? Bilirsiniz niyə qoşulur? O buna deyən kimi ki, sən get bu işi gör, Allaha and olsun, ölsən cənnətə edəcəksən. O inanır. İnanır. Adını nə qoyursan qoy. Ən mədəni forması sadəlövdür. İnanır, avamdır, inanır. İnanır da. Doğrudan inanır. Əməlli başda inanır. Neçə dəfə mən demişim, bu gündən başlayayım bu minbərdə, başlayayım ağlaya-ağlaya danışmağa. Kim özünə icazə verəcək fikirləşsin ki, Mirzəfər riyakarır, ham deyəcək, vay. Nə bilirsiniz, mən oynayıram. Heç özünüzə sual verəcəksiniz ki, bu götürüb mikrofonda əlinə, bu necə hal tapıb ki, bu? Hal tapan Allah rəhmətlə həkim idi, rəhmətli, vurdu başına gözünə. Baxmışsınız da minbərdə, imamcında. Nə cəmaata fikir, lağa da qoydular, fikir vermədi, əmma məhz düşdü başından, bu hal tapıb. Sonra da Allah yolunda parça-parça oldu, getdi. Allah rəhmət eləsin. Yoxsa mən götürüm mikrofon əlimə. Özümü öldürürəm, cildir yaş tökülür. Mikrofonu düz ağzına tutmuşam, səsimi alma eşitsin. Belə hal tapırlar. Yox, mən razıyam, indi bir nəfər ya ruhanidir, ya məddahdır, bu incəsənətdir də. Bu cəmaatın halına uyğun özünü ağlamsındıra da bilər, məsələn, qəmli də deyə bilər. Bu muğamat, hələ məddahları qoy bir qırağa. Ay qardaş, muğamatçılar muğamat oxuyurlar, ha. Məsələn, gəlir, Sarəmc oxuyur, məsələn, yanıq yerinə salmır səsini. Humayun oxuyur, yanıqlı oxumur. Oxumalı, yanıqlı oxumur. Yetimsəgah oxuyur bu. Bu neynəsi, bəşdən oxu, belə gülə-gülə oxusun yetimsəgah, hanan yetimsəgah oxu, belə oxusun. Dəyişməlidir
üzün, incəsənət. Ruhanide də bu olmalıdır, az çox, məddatdır da. Amma həddində, formasında, miqdarında. Bir nəfər qardaş deyir ki, mən bir nəfər məşhur rozaxanın bütün rozalarını ağlayırdım. Çox da deyir, ləzzət edir. Bir dəfə deyir, gördüm, yandım, deyildim, onun üzrə qulaq asmıram. Deyir, gördüm, cəmaat hönkür-hönkür ağlayır. Mən deyir, ağlayıram. Hərdən adam rozaxanın üzrə baxmalıdır. Baxdım, gördüm, deyir ki, Əbəlfəz dedi, ya Hüseyin, saatına baxmalıdır. Söndüm də. Bu saata baxmaq haram deyil ki. Onlar da, məsələn, məddah tələsir arasa. Amma, belə eləmə də bunu. Yəni, sadəlöv olmaq, bəziləri belədirlər, hər sözə inanırlar. Mənim başıma az gəlməyibdir, məsələn, mənim barəmdə şayə yayıblar ki, bu dünyanın ən pis adamıdır, neçə il mənə lənət oxuyublar. Sonra görüblər ki, mən heç cavab vermirəm falan, bu məsciddən tutmuş başqa məscidlər yox, gəliblər, ağlayaqlı üzü istəyiblər, mən də demişim, Allah bağışladım, mən bağışladım, yaxşı, nəyi bağışladım, mənim xəbərim yox, sən mənsin, neynəmişsən ki, mənim əleyhimə neynəmişsən, Allah köməyən olsun. Baxı, sadəlöv olmamaq lazımdır. Sadəlövlükdən Azərbaycan gəncləri Suriyədə qırıldı. Sadəlöv olduq, ermənilər hərdə başını turpəkirlər. 1 milyon deyil, ha kişi. 1 milyon deyil, heç qutarıb bir şey qalmayıb. Dağıdırlar, 20% turpaq alıblar, heç nə deyə bilməyəcək. Hamı sadəlövlükdən də, avamlıqdandır. Odur ki, buyurur, mən belələrinə icazə verirəm söz-söhbət yaysınlar ki, təsğa ilə yəfidətillədinə la yuminun. Qoy avamlar filanlar meyillənsinlər. Bu lazım deyil axı. Allah Teala sanki bizə deyir ki, sən ki özünü idarə elə bilmirsən, mənə lazım deyilsən sən. Özünü idarə elə bilmirsən. Belə sadəlövlüyün iki anlamı var, çaşdırmayaq özümüzü. Bir sadəlöv var, mən sadəyəm, belə sadəyəm. Mənə subut olunmasa getməyəcəm bir yola. Sadəyəm də. Savadım yox, əlimdə dəlilim, subutum yox. Sən mənə haqqı 100% subut eləməsən, mən sağ ol, yaxşı danışdım. Amma getmirəm. Bir də var ki, mən sadəyəm, adın qoyuram sadəli. Həsən çağırır, mən səndənəm. Hüseyin çağırdı, yox, Həsən pisdir, mən səndənəm. Əli çağırdı, mən sizdən acığım gəldi, mən səndənəm. Bu, olmaz belə. Bir nəfər dükanda işləyən qardaş var, telefonumu aparmışdım düzəltdirməyə, deyir ki, gördüm Kəbənin filanın şəkli var, amma dükkanın aurasından o quruluq ki var, o məsələn, o sələflikdə o ürəyə yapışmamaq ki var, o quru, qupquru, muizələrdə qupquru, toylarda qupquru, hər şeydə quru mədəniyyətdir bu, xoşq. Gördüm aura belə. Dedim, inşallah siz deyəsən əhl-i-sünnə vəl cəmaətsiz. Mən Vahabi demirəm onlara, çünki Vahabi sözünü acılar deyir. Acı gəlsə mən niyə Vahabi deməliyim? Demirəm. Xoşlar gəlir əhl-i-sünnə vəl cəmaət sözünü. Siz əhl-i-sünnə vəl cəmaətdir, bəli, əlhəmdülillah, Allah mənə hidayət elədi. Şiyə idim, qulaq asın, xahiş edim, şiyə idim, əlhəmdülillah hidayət elədi. Baxdım bunun üzünə, dedim, biz səndən bir dənə xahişim var, bunu demənə, mən sənin səmiyyətinə inanacam. Şiyəliyin əsası nesillərində hansılardır? O qədər dərindən bilmirdim. Dedim, bəs sən nəyi nə ilə müqayisə eləmişsən, ay qardaş? Nəyi nə ilə müqayisə eləmişsən? Sən ağa da bax, qaraya da bax. Sonra denən ki, bu qara ağdan yaxşıdır. Sən bilmirsən ağı nədir, nə deyil, nəyi nə ilə müqayisə edirsən axı? O tərəfi də oxu, bu tərəfi də oxu, sonra denən hidayət oldun. Bəlkə zəlalət olmuşsan, xəbərin yoxdur. Ona görə də ehtiyatlı olmaq lazımdır. Ona görə Quran buyurur ki, İncəəkum fasiqun binəbəyin fətəbəyyənu. Biri gəldi xəbər verdi, araşdır. Bunu filan kəs deyib, yox, bu deyibsə, nə zəmanətin var? Nə zəmanətin var bu deyibsə qurtardı getdi? Bunun nəfsi yoxdur. Bu məsumdur. Bu Mircəfər məsumdur, göy vəhy gəlir. Hətta məsum olsa, diqqət edin bu sözə, diqqət edin.
Hətta bir nəfər məsum olsa, amma Peyğəmbər olmasa, məsum olsa, bir sözü desə mümkündür, batil sözü demiş olsun. Bilirsiniz niyə? Təqiyyə görə. İmam Sadiq Aleyhisselamın hüzuruna biri gəldi dedi ki, ağa mən belə dəstəmaz aldım. Biz oxuyuruq bu hədisi. Görürük ki, İmam Sadiq Aleyhisselamın bize öyrətdiyi dəstəmazda düz gəlmir. İmam ona buyurur ki, düz verirsin, get dəstəmazı var. Sonra rical alimlər araşdırırlar, görürlər ki, ora Bəni Abbas xəfiyyələrinin məhzəri imiş. Orada onu deməlidir də. Məsum hətta deyibsə, bəlkə təqiyyə üçün deyib. Bu deyib, qurtardı. Ya deməli, bir dəfə təzə adam mollalıq eləyəndə o dalovlu olur. Elə bilir ki, qılınc götürməli, kəsməlidir. Sən haram edirsən, cəhənnəmə edəcəksən, sən vacib edirsən, cəhənnəmə vəssalam. Orta yol yox. Mən düşmüşdüm ələmin üstünə. Xətrinə dəyməsin o ələmi, məsələn, cürşə etirənlər, ondan pul qazananlar, xətrinə dəyməsin. Yəni ki, İslamda əsasını tapmırdım ki, hələ tapmamışam, 20 ildir tapmamışam. Tapanı da tanımıram, tapanı da tapmamışam. Məncə, ələm cürşəyə gəlmir, işim yoxdur. Amma İslami ayədə, hədisdə belə bir şey yoxdur, məsələn, ələm cürşəyə. Bir nəvəl dedim ki, bu ələm desən düz deyil ha. Pis dedim də, belə demədim. İndi mərifətli deyirəm, qabaq kəsib doğru. Bu dirəşdirməklə məluzdur. O dedi, mən dedim, o dedi, mən dedim. Axır deyir ki, bilirsən nə var? Ələm yoxdursa, mən Allah da qəbul edirəm. Ələmlə qohumuymuş əməlli var ki. Ələm yoxdursa, mən Allah da qəbul edirəm. Bu qədər yox. Bu qədər yox. Bu qədər müqəddəs olmaq lazım deyil. Ayıq olmaq lazımdır. Ay qardaşım, insan sürü deyil, cəmaətdir. İnsanı haylamazlar o tərəf tərəfə. Fəbəşşir ibadillezine yestemi'unel qavl. Müjdə ver o bəndələrimə ki, sözlərin hamısına qulaq asırlar, amma fəyəttəbi'unə əhsənə, yaxşısına, gözəlinə tabi olurlar. Nə deməkdir? Yəni, bu adam yaxşısını seçə bilir. Yaxşısını seçə bilən adam getməlidir bu. Məxarəm Şirazağa bir fətva verilmişdir ki, Facebooka hər kəsin girməsi olmaz, qadağandır. Başladılar ki, qadağan edib. Dedim, qadağan eləməyib. O cavan ki, görür, Facebookda bir xanım ona, bir dürtmə vuran kimi bu adam yerdən, köydən üzülür, qaçır aləm bir-birinə, girməsin də Facebooka. Amma bir nəfər girir Facebooka, din yaymağa, Allah qəbul eləsin. Gəlib bəziləri sual verirlər, bu aktual olduğu üçün burada mən deyirəm bunu. Və çatdırmazda bir qəbahət yoxdur. Olar mən bir möminə bacı ilə, ya bir xanım sual, olar bir mömin qardaş ilə Facebookda, WhatsAppda, internetdə danışım. Əgər sən öz imanına bu qədər arxayınsan ki, o mömin qardaş səni yoldan çıxarda bilməyəcək, danış. Əgər sən özü arxayınsan, o möminə bacı səni yoldan çıxara bilməyəcək, danış. Arxayın deyilsən, niyə cəhənnəmə girirsən axı? Girmə də bu cəhənnəmə. Bu mənə də sizə də hamımıza aiddir. Özünü idarə edə bilmirsən, sən qılınc onu edə bilmirsən, niyə girirsən döyüşə? Bunlar nəzərə alınmalıdır. Allah aqibətimizi xeyirləsin inşallah. Amin. Cəmi ülvi arzularımızın, o müqəddəs arzularımızın, o İslama və müsəlmanlara azadlıq arzularımızın hamısının həyata keçməsi üçün, İmam Zamanı zuhuru üçün salavat zikr edir. Allahumma